Gittim elə insta çata bir şey geçti. Arxayın girdim, qiymətimi aldım, qəbul oldum, oxudum, minində təqaüddəyəm. İnamım Allah'adır. Bir olan Allah, Allah'tan başka yalandır. Düşər düşməz olur. Tək səbrin, cüt səbrin. Hansı bir işin dalınca gedirəmsə, tək gəlsə o yarıdan qaydıram da alınmır. 13 rəqəmi nəsr rəqəmi kimi tanınır. Amma 13 rəqəmi keçəndən sonra hansı bir işimi uğurlu gətirir mənim. Bu üzüyüm var. Bu üzüyüm yanımda olmayanda özümü çox pis hiss eləyirəm. Rəqəmlərə inamdır və yaxud da ki, bürüzlərə inamdır. Çox absurd yanaşmadır. Yəni uğuru sən qazanırsan, rəqəm qazandırmır ki. 5-ci gün ara getsəm işimi düz gətirir. Niyə məhz 5-ci gün? Sınamışam ona görə. İnamım Allah'adır. Bir olan Allah, Allah'tan başka yalandır. Bütün kainatı Allah Teala idare edir. Kurban olum Allah'a. Qara pişik. Qabağıma rastıma çıxsa, hə, onda işim nəsə şey eləyir. Bir də səbrə. Asqırmaq. Onu mən sınıyıram. Düşər düşməz olur. Tək səbrin, cüt səbrin. Sizə hansı düşür? Cüt səbir. Həmişə cüt səbir. Tək səbir, hə, heç alınmır işim. Hansı bir işin dalınca gedirəmsə, tək gəlsə o yarıdan qaydıram da alınmır. Evdən çıxan sağ ayağından çıxırsan. Yəni gün uğurlu keçsin. Edirsiniz belə? Böyle. Hər gün sağ ayağınızdan çıxırsınız. Böyle çalışıram. Nə vaxt yadıma düşürsə. Sondan çıxanda nəsə baş verir? Sonla çıxmıram ki, heç nə baş verməz. Təbii ki var, necə də olmaya bilər. Məsələn, bu üzüyüm var, bu üzüyüm və fil heyvanlarına çox inanıram və beləliklə həmişə məsələn bu üzüyüm yanımda olmayanda özümü çox pis hiss eləyirəm. Bütün günüm yəni bərbad keçir, yəni belə. Heç unutduğunuz olub üzüyü evdə və yaxtardasın? Bəli, bir dəfə evin içində üzüyümü itirmişdi və həmin günü inanın hər şeyim, bütün işlərim tərs getmişdi. Halbuki hər şey çox planlı getməli idi. Nə qədər müddətli üzük sizdədir? 2018-dən bəri. Bəs 2018-ə qədər necə işlər yolunda gedirdi yoxsa? Belə deyim də 2018-ə qədər belə bir şeylərə inancım yox idi. Araşdırdım və belə əşyanı həmişə taxırdım. Çox komfort hiss edirdim özümü və ona görə də belə bir inanca sahib oldum. İnanc deyil, normalda bir xasiyyətdir. Televizora kod verəndə axırı 0-5 ilə qutarırsa mən o saxlamıram. Həmişə tək rəqəmlə bitməlidir. Bu inanc deyil, sadəcə özümə aid bir şeydir. Bu sırf televiziya kanalları ilə bağlıdır. Bəli. Belə şeylərə inanmıram, yəni bu düz bir şey deyil də. Məsələn, vaxt 22-22 olanda kimsə manifest falan eləyir. Bilmirəm, mən belə şeylərə inanmıram. Məncə düz deyil. Məncə məndə harda 4 rəqəmi görürəm, uğurlu olur hər şey. Çox yerdə 4 rəqəmi görürəm, ona görə. Mən inancı onda gördüm ki, ali məktəbə imtahana gedəndə hər imtahana keçəndə qarşımdan pişik keçirirdi. Gedib qiymət alırdım. 4-cü imtahana gedəndə pişik olmadı. Dedim vay kəsiləcəm. Getdim elə insta çata bir pişik geçti. Arxayın girdim, qiymətimi aldım, qəbul oldum, oxudum, minində təqaüddəyəm. Nə bir çayın üstündə köpük görəndə məsələn inancımız var ki, o məsələn pul gətirir, elə bir şey var. Köpüklü olur çayın üstündə. Onu götürməsi saçın üstündə sürtürsən belə bir şeylə bir şeyə də inanıram. Etmisiniz heç? Etmişəm. Həm amma düzün desəm elə bir şey olur hə. Bilmirəm, bəlkə də təsadüfdür, amma olur elə bir hallar. Yox, ümumiyyətlə mən inancları xoşlamıram. Fikirləşirəm, inancı yaxşı şey deyil. İnan başqa, inanc başqa. 13 rəqəmi mənə yaxşı düşür. Yəni 13 rəqəmli bir siyahıda olanda mən hiss edirəm ki, yaxşı olacaq. Əlbəttə var. Məsələn? Məsələn, təbii daşlar pul gətirməyinə çox inanıram, çox da qəşəng effekt verir. Sitrin daşlar, ametist daşlar qəşəng inanıram. Üstünüzdə var hər hansı daşlardır? Sitrin var kaşapın həmişə pasiyanlı. İnandığınız, əməl etdiyiniz hansısa bir qəribə, maraqlı inancınız varmı? Məsələn, bayaq bir nəfər deyir ki, cümə günü hara gedirəm, işim düz gətirir. Mənim 5 yaşımdan işim düz gətirir. Allahın nəzəri mənim üstümdə olub. İnancım məncə ilahi qüvvədir, ayrı inancım yoxdur. Rəqəmlərə inamdır və yaxud da ki, bürüzlərə inamdır. Sadəcə insan özü bazarı. Yəni sənin nəyisə düzdür, biz yaradıcıya Allaha inanırıq, o heç. Amma ki, durum mən rəqəmə inanmım ki, bu rəqəm mənə uğur gətirər. Çox absurd yanaşmadır. Yəni uğuru sən qazanırsan, rəqəm qazandırmır ki. Yəni ona görə bəzən qəribə gəlir ki, bu insan necə buna inanır.